Avropa İttifaqı Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Bunu Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa ilə mətbuata bəyanatında deyib. Dövlət başçısı bildirib ki, ittifaqla iki tərəfli münasibətlər uğurla inkişaf edir. Antonio Costa da vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. O, İranın Naxçıvana hücumunu da pisləyib və Avropa İttifaqının Azərbaycan xalqı ilə tam həmrəylik ifadə etdiyini vurğulayıb. Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa əvvəlcə birgə foto çəkdiriblər. Azərbaycan Avropanın enerji təhlükəsizliyində, qaz təchizatında önəmli rola malikdir. Heç təsadüfi deyil ki, Azərbaycan məhsullarının ixracına görə də Avropa İttifaqı ilk yerlərdədir. Bu dəfəki səfər də siyasi, iqtisadi, ticari və digər sahələrdə əlaqələrin inkişafı baxımından önəmli rola malikdir. Sonra Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa ilə təkbətək görüşü olub. Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa arasındakı təkbətək görüş başa çatdı. Az sonra burada mətbuata bəyanatla çıxış edəcəklər. Bəyanat zamanı Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər, eləcə də bu gün müzakirə olunan məsələlər barədə açıqlamalar veriləcək. Mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı ilə iki tərəfli münasibətlər uğurla inkişaf edir. İttifaq Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50% Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə biraz aşağı olmuşdur. Lakin o həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz həmçinin Avropada fəal şəkildə sərmayəyə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub. Var və birmənalı olaraq qalacaq. Bu, xüsusən də 2022-ci ildə enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur. Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bugün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qaz təchiz edən bir nömrəli ölkəyik. 16 ölkə bugün Azərbaycan qazını alır və beləliklə bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rolu artır. Dövlət başçısı həmçinin bildirib ki, bu il bir sıra yeni yataqlardan qaz əldə olunacaq. Hər şey qrafik üzrə getsə, 2-3 il ərzində ən azı 10 milyard kubmetr əlavə qaz olacaq. Enerji tərəfdaşlığının, əməkdaşlığının digər bir sahəsi də bərpa olunan enerjidir. Burada böyük potensial var. Biz külək, günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Planımız 5 və ya 6 il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpa olunan enerjiyə malik olmaqda. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xəttləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq. Bugün gəldiyimiz zaman hər ikimiz Bakıda çox günəşli hava qeyd etdik. Bahar gəlir. Əslində düşünürəm ki, bizim burada 300-dən çox günəşli günümüz olur və ola bilsin küləkli günlər daha çoxdur. Təsəvvür edə bilərsiniz ki, külək və günəş enerjisinin burada böyük potensialı var. Əlbəttə, biz daha sıx işləməyə çalışırıq. Çünki Avropa qitəsinə daxil olmazdan əvvəl siz bütün tranzit razılaşmaların icrası məqsədi ilə bir çox ölkələrlə işləməlisiniz. Təbii ki, xüsusi olaraq Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımalar iki tərəfli gündəliyimizin mühüm hissəsidir. Avropa İttifaqı Şurasının prezidenti Antonio Costa da vurğulayıb ki, Azərbaycan ittifaq üçün mühüm tərəfdaşdır. Son bir il ərzində əlaqələr daha da canlanıb və bugünkü görüş də bunun bariz nümunəsidir. Bugünkü görüş bizim xüsusilə təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsində olan birgə öhdəliyimizin bariz əlamətidir. Təhlükəsizlik və insan haqları da daxil olmaqla mövcud dialoq mexanizmlərindən tam şəkildə istifadə etmək məqsədi ilə hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik. Bu, bizim gələcəyə birgə baxışımıza dair güclü siqnal verir. Biz həmçinin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığımızı dərinləşdirmək üçün yollar araşdırırıq. Avropa İttifaqı Şurasının prezidenti qeyd edib ki, bugün İranda baş verən müharibə dünya enerji bazarlarını silkələyir. Bu baxımdan Azərbaycanla enerji tərəfdaşlığı heç vaxt olmadığı qədər əhəmiyyətlidir.
Azərbaycanın Avropa İttifaqı vətəndaşlarının İrandan təxliyəsində əvəzsiz yardım göstərməsini yüksək qiymətləndirdiyini deyən Antonio Costa İranın Naxçıvana hücumunu da pisləyib və ittifaqın Azərbaycan xalqı ilə tam həmrəylik ifadə etdiyini vurğulayıb. Costa orta dəhlizin əhəmiyyətinə də toxunub. Daşımalar bizim əməkdaşlığımızın başqa bir mühüm sahəsidir. Orta dəhlizin inkişafı yeni nəqliyyat bağlantıları üçün strateji fürsətdir. Bakı-Naxçıvan dəmir yolu əlaqəsinin tamamlanması bu mənada böyük əhəmiyyət kəsb edəcək. Avropa ilə Asiya arasında ticarət dayanıqlılığını gücləndirməklə biz iş yerləri yarada, artımı stimullaşdıra və iqtisadiyyatlarımızı birlikdə gücləndirə bilərik. Avropa İttifaqı Azərbaycanın dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz hədəfini bölüşür. Ermənistanla sülh prosesində əldə edilən irəliləyiş tarixi əhəmiyyət kəsb edir. Vaşinqton razılaşmaları sizin dialoq və barışığa sadiqliyinizi əks etdirir. Avropa İttifaqı bu razılaşmaların həyata keçirilməsinin dəstəklənməsində sizin yanınızdadır. Həmçinin qeyd edilib ki, Avropa İttifaqı Azərbaycanın enerji keçidini və gündəliyini dəstəkləmək üçün sərmayə cəlb etməyə hazırdır. İbrahim Kamiloğlu, Vüsal Cəfərov, Xəzər xəbər.